Sual 20. Ekvator üzərində 60 şərq uzunluğunda yerləşən A məntəqəsində yerli vaxtla saat 13:00-dur. Həmin məntəqədən 9990 km şərqdə yerləşən B məntəqəsində yerli vaxtı müəyyən edin. Bu bizim ekvatorumuz. Bu Greenwich meridian olsun. Yerləşir A məntəqəsi. Burada 60 şərq uzunluğu saat 13:00. Bizə verilib 9990 km. 9990-ı dərəcəyə çevirək. Ekvator üzərində olduğuna görə bölürük 111-ə. Edir 90 dərəcə. Dərəcəni də saata çeviririk. Saata çevirəndə bilirik ki, bir saatımız 15 dərəcədir. 90-ı bölürük 15-ə. Edir 6 saat. Şərqdə yerləşdiyinə görə A məntəqəsindən irəlidə olacaq saatı. 13-ün üzərinə gəlirik 6-nı. Edir 19:00. Cavab Y variantı. Keçək növbəti suala. Sual 21. Bakıda yerli vaxtla saat 20:12, digər şəhərdə isə 14:00-dur. Bu şəhərin hansı coğrafi uzunluqda yerləşdiyini müəyyən edin. Demək, Bakı yerləşir. Bu bizim 40 dərəcə paralelimiz olsun. Bakı yerləşir 40 dərəcə. Şimal 50 şərq uzunluğu. 50 şərq uzunluğu. Demək, Bakıda saat 20:12-dir. 20:12. Saat, digər məntəqədə isə saat 14:00-dur. Demək, bu məntəqə Bakıdan geridir. Saat 14:00. 14:00. Demək, 20:12-dən çıxaq 14:00. 20:12-dən çıxaq 14:00. Edir 6 saat 12 dəqiqə. Bunu da çevirək dərəcəyə. Bilirik ki, 1 saatımız 15 dərəcə. 6-nı vururuq 15-ə. Bilirik ki, üzərinə gəlirik. Bilirik ki, 1 dərəcəmiz də 4 dəqiqədir. 12 dəqiqəni də bölürük 4-ə. Edir 3 dərəcə. 12-ni də bölürük 4-ə. Cəmsi edir 93 dərəcə. Demək, bu məntəqə Bakıdan qərbdə yerləşir. 93. 93-ün 50-si şərqdə. Burada qaldı 43 dərəcə. 43 dərəcə isə qərbdə yerləşir. Greenwich'dən qərbdə 43 dərəcə. O da 43 qərb uzunluğu. Qərb uzunluğu. Keçək növbəti suala. Sual 22. Kiyev şəhəri 50 şimal enliyi 30 şərq uzunluğunda yerləşir. Kiyevdə yerli vaxtda saat 7:00-larsa, bu vaxt Londonda yerli vaxtla saatı müəyyən edin. Demək, bu bizim 50 şimal enliyimiz. 50 şimal enliyi. Bu bizim 30 şərq uzunluğu, yəni Kiyev 30 şərq uzunluğu. Bilirik ki, London yerləşir 0 dərəcədə. London 0 dərəcədə. Kiyev ilə London arasındakı dərəcə fərqi 30 dərəcə. 30 dərəcə. 30-u saata çevirmək üçün bilirik ki, 1 saatımız 15 dəqiqədir. 15 dərəcədir. 30 dərəcəmizi bölürük 15-ə. Edir 2 saat. 2 saat. 2 saat. London Kiyevdən qərbdə yerləşdiyinə görə saat olaraq ondan geridədir. Burada 7:00 olarsa, 7:00 olarsa Kiyevdə London 2 saat geridə olduğuna görə 7-dən 2-ni çıxırıq. Edir 5:00. 5:00. Cavab D variantı. Keçək növbəti suala. Meridian istiqamətində şimaldan cənuba doğru hərəkət edən qatar 7 saat yol getmişdir. Bu müddət ərzində yer kürəsi öz ox ətrafında neçə dərəcə dönər? Demək, bu olsun bir hər hansı meridian. Bu olsun bizim ekvatorumuz. Demək, 7 saat tutaq ki, bu məntəqədən 7 saat bu məntəqəyə hərəkət edib. Deyək ki, A-dan B-yə hərəkət edib. 7 saat. 7 saatı 1 saatda 15 dərəcə yer kürəsi öz ox ətrafında hərəkət edirsə 7-ni vururuq 15-ə. Edir 105 dərəcə. Bu bizim cavabımız. Keçək növbəti suala. A məntəqəsi
altın saat qurşağının orta meridianından 6 dərəcə qərbdə yerləşərsə, məntəqənin coğrafi uzunluğunu müəyyən edin. Demək, A məntəqəsi altın saat qurşağının orta meridianıdır. Bu bizim ekvator. A məntəqəsi bu Greenwich. A məntəqəsi altın saat qurşağının orta meridianı. Bu bizim altın saat qurşağı. Altın saat qurşağı olsun. A məntəqəsi. Demək, A məntəqəsi altın saat qurşağı. Qurşağın orta meridianını tapaq. İlk öncə altını vururuq. 1 saatımız 15 dərəcədir. Altını vururuq 15-ə 90 dərəcə. 90 dərəcə. Demək, bizim saat qurşağımız 90 dərəcəyə düşür. 90 dərəcə. 90 dərəcə. Bizdən soruşulan isə 6 dərəcə qərbdə. A məntəqəsi orta meridiandan 6 qərbdə yerləşirsə, 90-dan da çıxırıq. 6-nı edir 84 şərq uzunluğu. Cavab C variantı. Keçək növbəti suala. 170 şərq uzunluğunda yerləşən A məntəqəsində 13 fevral saat 16:00 olarsa, 170 qərb uzunluğunda yerləşən B məntəqəsində bu zaman hansı gün və saat neçə olar? Demək, bu bizim olsun 180 dərəcəlik meridianımız, yəni gün dəyişmə meridianı. Gün dəyişmə meridianı. Bu olsun 170 şərq uzunluğunda yerləşən A məntəqəsi. Burada 13 fevral saat 16:00. 16:00. Bu isə bizim B məntəqəmiz olsun. B məntəqəsi. Burada saatı və vaxtı soruşur. Demək, buradan bu hissəyə qədər 10 dərəcə, 180-dən 170-i çıxırıq. 10 dərəcə, 10 dərəcə. 10 dərəcə. Bilirik ki, 1 saatımız 15 dərəcədir. 10 dərəcəmiz isə dəqiqəyə çevirdikdə 1 dərəcəmiz 4 dəqiqə. Onu vururuq 4-ə. Onu vururuq 4-ə edir 40 dəqiqə. 40 dəqiqə. 13 fevral, burada 13 fevral 16:00 olarsa, 180 dərəcə meridian üzərində bu hissədə A məntəqəsindən şərqdə yerləşdiyinə görə bundan 40 dəqiqə irəlidə olacaq. Yəni olacaq 16:40. 16:40. 16:40. Daha sonra 180 dərəcəlik meridianda gün dəyişir deyə bir gün geri olacaq. 13 fevral idi, olacaq 12 fevral. Bir gün geri olur 12 fevral. Və bu hissədə 170 qərb uzunluğudur. 170 qərb uzunluğu. Burada 12 fevral oldu. 180 dərəcə meridianını keçdikdə. 10 dərəcədə yenə burada fərq var. 10 dərəcə. 10 dərəcəmiz yenə 40 dəqiqə. 40 dəqiqə. Burada 12 fevral 16:40 oldu. 16:40. Bu B məntəqəsi buradan 180 dərəcə meridianından şərqdə olduğuna görə yenə irəlidədir. Üzərinə gəlirik. Bura 10 dərəcəmizi, yəni 40 dəqiqəmizi edir 17:20. Cavab 12 fevral 17:20. Keçək növbəti suala. Xarici ölkədə səfərdə olan dostunuz sizə zəng olarkən orada yerli vaxtın saat 14:30 olduğunu söylədi. Həmin vaxt Bakıda 22:50 idi. Dostunuzun olduğu yerin coğrafi uzunluğunu müəyyən edin. Tutaq ki, bir dənə düz xətt çəkək. Bakı yerləşir. Burada bilirik ki, 50 şərq uzunluğundadır. Şərq uzunluğu. Saat 22:50. Dostumuzun yerləşdiyi məntəqə isə hansı uzunluğu olduğunu istəyir bizdən. Saat 14:30. 14:30. Geridə olduğuna görə 22:50-dən, yəni qərbdədir. Məntəqə Bakıdan 22:50-dən 14:30 çıxırıq. Edir 22-dən 14, 8 saat. 50-dən 30, 20 dəqiqə. 8 saat 20 dəqiqə. Bunu çeviririk dərəcəyə. 8-i vururuq 15-ə. Üzərinə gəlirik. 20-ni bölürük 4-ə. Edir 125 dərəcə. 125 dərəcə. Bakıdan 125 dərəcə qərbdə yerləşir. Tutaq ki, bu olsun bizim Greenwich meridianımız. 50 dərəcəmiz buradadır. 50 dərəcə. 125-dən 50-ni çıxırıq 75. 125-dən 50-ni çıxırıq. Qalır 75. 75.
75 isə düşür bu hissəyə. 75 dərəcə bu hissəyə düşür. Bu da qərb uzunluğu olduğuna görə 75 qərb uzunluq. Cavab D variantı.